Salam dəyərli izləyicilərim. Bu günləri hər kəsin sevimlisi olan, pambıq kimi yumuşaq, günlərlə də qalsa boyatlanmayan şirin içliklə bulkalar hazırlayırıq. İlk olaraq aparanı hazırlamaqla başlayırıq. Dərin bir qabın içərisinə 4 təpələmə xörək qaşığı un, yarım stəkan şəkər tozu, 1 xörək qaşığı quru maya və 1 stəkan, yəni 200 ml ilıq süd əlavə edib yaxşı-yaxşı qarışdırırıq ki, bir kütlə halına gəlsin və hardasa 10-15 dəqiqə saxlayırıq ki, maya aktivləşsin. Gəlmiş aparanın üzərinə 50 qram əridilmiş kərə yağı, 1 ədəd yumurta, 1 çimdik duz və 400 qram un əlavə edirik. Unu hissə-hissə əlavə edirik, ələkdən keçirdərək 400 qram un 200 ml stəkanla desək 3 stəkana yaxın un edəcək. Daha sonra yumşaq, elastik bir xəmir yoğururuq. Xəmirimiz nə ələ yapışmalı, nə də ki çox bərk olmamalıdır. Üzərini örtüb isti bir yerdə 1 saat dincəlməyə qoyuruq ki, 2 qat artsın. Görün xəmirimiz necə gözəl mayalanıb. İndi isə onun havasını alırıq, biraz yoğururuq ki, havası çıxsın, maya qoxusu gəlməsin. Bu hissə mənim ən sevdiyim hissədir, çünki xəmir o qədər yumşaqdır ki, onunla işləməkdən belə adam zövq alır. Xəmiri bir qədər də masanın üzərində yoğurduqdan sonra 12 bərabər hissəyə kəsib kündələr edirik. Kündələrin üzərini örtüb 20 dəqiqə dincəlməyə qoyuruq. İndi isə gəldik ən yaradıcı mərhələyə. Hər bir kündəni ehtiyatla açıb ortasına içlikdən qoyub kənarlarını birləşdiririk. Mən bu günləri içlik olaraq bişmiş qatılaşdırılmış süddən istifadə edəcəm. Siz isə şokolad, cem, kəsmik hansından istəyirsinizsə istifadə eləyə bilərsiniz. Amma əgər cemdən istifadə edəcəksinizsə, baxın ki, cem qatı olsun, bişdikdə bulkanın içərisindən axmasın. Soba listinin üzərində də bulkalarımızı yarım saat gözlədirik. O vaxta kimi də üzərinin umacını hazırlayaq. 2 xörək qaşığı unun üzərinə 1 xörək qaşığı yarım şəkər tozu və 1 xörək qaşığı yumşaq kərə yağı əlavə edib əllərimizlə umac halına gətiririk. Yarım saatdan sonra bulkalarımız görün necə gözəl qabarıblar. Üzərinə də südlə qarışdırılmış yumurta sarısı çəkirəm. Daha sonra umacını da səpib əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 20 dəqiqəyə bişirirəm. Və nəhayət o möhtəşəm an, sobadan gələn ətir artıq bütün evi bürüyüb. Bulkalarımız nar kimi qızarıb və pambıq kimi yumuşaqdılar. Gəlin birinin içinə baxaq. Bu bulkalar günlərlə də qalsa yumşaqlığını itirməyəcəklər. Bu ləzzəti evdə mütləq sınaqdan keçirin. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyənib abunə olmağı da unutmayın hələlik.